Güclü yağışlar yağacaq, temperatur isə kəskin şəkildə enəcək. Hava haqqında bir məlumatı diqqətinizə çatdırırıq. Bugün aprel ayının 19-udur və qeyd eləyək ki, Bakıda və Abşeron yarımadasında aprel ayının 20-sindən 21-i gündüzədək bəzi yerlərdə ara bir yağış yağacaq və yarımadanın ayrı-ayrı yerlərində isə yağışın intensivləşəcəyi və şimşək çaxacağı ehtimalı var. Səhər saatlarında intensiv yağışın qısa müddətdə bir qədər də güclənəcəyi istisna olunmur və 20-si gündüz saatlarında isə yağıntıda bir qədər fasilənin müşahidə olunacağı gözlənilir. Azərbaycanın rayonlarında da aprel ayının 21 və 20-si tarixlərində hava şəraiti bəzi yerlərdə ara bir yağıntılı olacaq, lakin ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Hətta qeyd eləyək ki, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı da mümkündür. Çaylarda isə sululuğun artacağı, hətta bəzi dağ çaylarından isə sel keçəcəyi ehtimalı var. Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enmiş olacaq.